Bu tədbirə hazırlaşarkən mən də bir qədər ustad sənətkar Mikail Azaflının yaradıcılığı, onun haqqında aparılan tədqiqatlar barədə bir qədər mən də araşdırma apardım. Gülarə xanımın müsahibəsində oxudum, sizin tədqiqatlarınızı, Əli müəllimin tədqiqatlarına da baxdım və orada bəzi məqamlar diqqətimi cəlb elədi. Xüsusən bir iki məqam üzərində dayanıb fikrimi çatdırmağa çalışacağam. Qəzənfər müəllim çox gözəl qeyd elədi. Ustad sənətkar Mikail Azaflının yaradıcılığı birbaşa onun həyatı ilə, birbaşa onun ömrü ilə, xüsusən də belə keşməkeşli ömrü ilə birbaşa bağlıdır. Bayaq qeyd olundu onun zindan həyatı və zindan həyatının onun poeziyasındakı rolu. Qəzənfər müəllim burada iki məqama xüsusi diqqət yetirir. Qeyd edir ki, Aşığın yaradıcılığı iki baxımdan xüsusən fərqlidir. Birincisi, Aşıq öz dövrünün, yəni Sovet dövrünün məhdiyyətçisinə çevrilmir. İkincisi, eyni zamanda Mikail Azaflı həm də öz dövrünün tənqidçisinə çevrilir. Adətən biz bilirik, Sovet dövründə o qədər də asan məsələ deyildi. Dövranı tənqid eləmək və onu xüsusən də Aşıq yaradıcılığı, Aşıq tribunasından təqdim eləmək sadə məsələ deyildi. Çox hörmətli İsa müəllim bayaq qeyd elədi. Aşıq yaradıcılığı folklorla yazılı ədəbiyyatın bir körpüsüdür. Onların arasında bir əli folklorda, bir əli yazılı ədəbiyyatda olan bir sənətdir, bir yaradıcılıqdır. Bu mənada Mikail Azaflı sənəti də, Mikail Azaflı yaradıcılığı da elə bax bu iki qanadın arasındadır. Təsadüfi deyil ki, dəyərli professorumuz Əli müəllim qeyd edir ki, Mikail Azaflı müasir Azərbaycan aşıqlarının bayraqdarıdır. Qəzənfər müəllim isə onu aşıq şair kimi təqdim edir və həqiqətən də burada da bayaq qeyd olundu. O təkcə aşıq kimi sazı sinəsinə alıb təkcə ifa eləmirdi. O eyni zamanda həm də gözəl şeirləri, gözəl poeziya nümunələrini, fəlsəfi poeziya nümunələrini yaradırdı. Eyni zamanda o həm də bir aşıq kimi bir sıra, bayaq burada qeyd olundu, bir sıra aşıq havalarının da yaradıcısıydı. Yəni bu mənada bütövlükdə Mikail Azaflı müasir 20-ci əsr Azərbaycan aşıq sənətinə təkcə saz havaları ilə deyil, eyni zamanda şeiri ilə, dərin poetik nümunələri ilə xidmət eləmişdi və onun adı 20-ci əsr Azərbaycan aşıqları içərisində Qoca Qartal adı ilə daha çox fərqləndirilir. Qəzənfər müəllim, burada bir məqamı istəyirəm sizin də diqqətinizə, Əli müəllimin də diqqətinə, dəyərli tədqiqatçılarımızın diqqətinə çatdırım. Qeyd olunur ki, tədqiqatçılar tərəfindən onun ilkin dövrlərdə imzası solğun, coşqun imzaları ilə şeirlər yazmışdı cavanlıqda. Sonraki dövrlərdə isə ona doğma olan kəndin adını, Azaflı kəndinin adını özünə təxəllüs kimi götürmüşdü. Mən Azaflı kəndi ilə bağlı bir neçə ensiklopediya, bir neçə mənbəyə baxdım ki, bu bilirik ki, həmin bölgənin səslənməsində Azaflıdır. Əslində ədəbi dildə bu əzaplı kimi mənası var və baxdım ki, mənbələrdə bu kəndlə bağlı qeyd olunur ki, ilkin dövrlərdə azaflı şəklində də olub və mənim burada yadıma bir şey düşdü. Bilirik ki, klassik poeziyada, aşıq ənələrində, təsəvvüfi, irfani ənənədə cünunluq, məcnunluq, dəlilik, xəstəlik, miskinlik, abdallıq ənənəsi var. Mən düşünürəm ki, bəlkə Azaflı, Mikail Azaflı, həmin o təsəvvüfi, irfani ənənənin davamı kimi, təkcə kəndin adı bir oikonim kimi yox, həm də o bir miskinliyin, abdallığın, eşq badəsindən isə aşiqliyin ifadəsi kimi də məna qazana bilər. Yəni ki, əzaplı, necə xəstə Qasım, yəni xəstəlik orada söhbət biyoloji yox, həm də irfani xəstəlikdən gedirdi. Miskin, abdalda miskinlik, irfani məna kəsb edirdi. Belə hesab etmək olarmı ki, dəyərli tədqiqatçılar, həm də Mikail Azaflı, əzab çəkən eşq badəsindən, daha çox elə onun həyatına, ömrünə baxanda da bunu görmək olur ki, onun həyatı, ömrü zindanda keçib və bu əzaplı mənası beləliklə tamamlayır bir-birini. Əslində elə burada... Onun ilk təxəllüsü də solğun da buna bənzər.
elə solğun da həmin semantika içərisindədir. Bəlkə də elə bunu da həmin o miskinlik, abdallıq, xəstəlik, o irfani cünunluq mənasında da mənalandıra bilərik. Çünki onun yaradıcılığı da, həyatı da bu deyilənlərə cavab verir. Və mən çıxışımı bu tədbirin araya ərsəyə gəlməsində bizə dəstək olan Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz Rayon Xeyriyyə Cəmiyyətinə təşəkkürümü bildirirəm. Və indi video müraciətdə də biz həm Qafqaz Universitetindən, həm də Ankara Gözəl Sənətlər Universitetindən də video müraciətimiz var, onları da dinləyəcəyik.